hər gün özün üçün dua etməyə xüsusi vaxt ayır. Hətta yol gedərkən belə, evində, gecənin bir hissəsində, gündüz, evinin bir güşəsində qibləyə dön, dəstəmaz al, əlini qaldır, ayaq üstə olsun, oturan yerdə olsun, Rəbbindən istə, qəlbini dua ilə Allaha yönəlməklə təmizlə. Duanın cavabını dərhal görmədiyin üçün duanı tərk etmə və ya duanı azaltma. Duanı heç vaxt tərk etmə. Çünki o, əldə edilə biləcək ən böyük nemətlərdəndir. Ona görə də dua sadəcə ehtiyacları istəmək üçün bir vasitə deyil. O insanın Allah qarşısında acizliyini etiraf etməsi, ona güvənməsi, ona bağlanmasıdır. Dua anında insanın özünün bir bəndə olduğunu, Rəbbinin isə eşidən və cavab verən olduğunu dərk edir. Bu isə yaxınlığın ən uca mərtəbələrindəndir. Baxın, ona görə də duaya insan hər zaman bu fikirlə, bu istəklə yaxınlaşmalıdır. O zaman görəcək ki, həqiqətən də qəlbində bir sevinç var, rahatlıq var. Yəni, Rəbbinə güvən ki, Rəbbin hər şey qadirdir və dua edərkən, düşün ki, mən dua edərkən birinci dərəcədə Rəbbimə ibadət edirəm. Rəbbimə ibadət edirəm. Ona görə də, baxın, avtomobildə yol gedirsən, evində oturmuşsan, işləyirsən, dua et, dilini alışdır. Rəbbim mənə deyir, məni bağışla, evladlarımı qoru, ruzun bol eylə, ey Rəbbi vətənimizi qoru, əskərimizi qoru, xalqımızı qoru. Dua çoxdur. Etmək istədiyimiz o qədər dualarımız var ki, niyə biz bunu çətin ana saxlayırıq? Elə indidən dua edək, ən gözəl anımızda dua edək.